Salam uşaqlar. Deməli, həqiqi ədədlərdən yenə bəzi mövzuların, bəzi sualların izahına baxacağıq. Kök altında 6 modulda çıxsın 2,5 üstə gəlinsin modulda. Kök altında 6 çıxsın 2,3 modulda bərabərdir. Bunu hesablamaq üçün bizə nə lazımdır? Əvvəlcə biz bilməliyik ki 2,5 kök altında 6-dan böyükdür ya kiçikdir. Bunu bilmək üçün də 2,5'i kökün altına salır. Kökdən çıxartmır. 25'in kvadratı 625'dir. 2,5'in kvadratı da 6,125'dir. Belə başa düşürəm ki kök altında 6 kök altında 6,125'dən böyük olduğu üçün modulun içərisi mənfidir. Əgər modulun içərisi mənfidirsə böyükdən kiçik çıxaraq açırıq. 2,5 çıxılsın kök altında 6 üstə gəliniz. 2,3'ün kvadratı kök altında 6'dan kiçikdir. Onda deyir ki kök altında 6 yəni müsbətdir. Müsbət olduğu üçün olduğu kimi açılır. O da bərabərdir. Mənfi kök altında 6 ilə müsbət kök altında 6 islah gedir. 2,5'dən 2,3 çıxanda isə eləyir 0,2. Daha sonra birinci sual, ikinci sual. Tutaq ki modul mənfi 2'nin kvadratı çıxılsın. Modulda mənfi 2 vurulsun. Mənfi 1 çıxılsın 2 bölünsün. Modulda mənfi 3 çıxılsın 1 çıxılsın. Modulda mənfi 2 bərabərdir. Mənfi 2'nin kvadratı edir müsbət 4 çıxılsın. Modulda mənfi 2'dən çıxır 2 vurulsun. Mənfi 1'dən 2 çıxanda eləyir mənfi 3. Düşdü aşağı. Mənfi 3'dən 1 çıxanda eləyir mənfi 4. Moduldan sadəcə müsbət 4 olaraq çıxılsın. Mənfi 2'dən çıxır modulda müsbət 2. Burada çıxma olduğu üçün çıxma yazdıq. Bərabərdir. 4. Qabaqda mənfi 2 var. Burada da mənfi 3 var. Mənfi 2'ni mənfi 3'ə vuran deyir müsbət 6. Bölünsün 4 çıxılsın 2. 10 bölünsün 2 o da eləyir 5. Daha sonra 3. sual. Ədədin tam və kəsr hissəsinin tapılması. Ədədin tutaq ki deyir kök altında 15'in tam hissəsini tapın. Əvvəlcə mən bilməliyəm kök altında 15 hansı iki tam ədəd arasında yerləşir. Kök altında 15'ə ən yaxın və onu aşmayan kvadratik ədəd 9'dur. 9'dan çıxır 3. Belə başa düşürük ki 15'dən də çıxır 3 tam neçəsi. 3 tam neçəsi. Onda deyirik ki 3 tam neçəsinin tam hissəsi isə 3'dür. Və ya tutaq ki 5,6. 5,6'nın tam hissəsini onsuz da mən rahatlıqla görürəm ki 5'dir. Amma mənfi 5,6 yazdıqda isə tam hissə anlayışı uşaqlar, tam hissə anlayışı ədədin özünü aşmayan o ədədə ən yaxın tam ədəd deməkdir. Mənfi 5,6'nın tam hissəsini mən mənfi 5 götürsəm, mənfi 5 mənfi 5,6'dan böyük olur. Axı dedik ədədin özündən böyük olmasın. Onda mən mənfi 5,6'nın tam hissəsini mənfi 6 götürəcəm. Yəni özündən böyük olmayan, özünə ən yaxın tam ədədi götürəcəm. İndi gəlirik kəsr hissəyə. Ədədin kəsr hissəsi, ədədin özü çıxılsın onun tam hissəsidir. İndi ədədin, məsələn, tutaq ki da 5,6'nın kəsr hissəsini tapaq asan versiya ilə başlayaq. Ədədin özündən onun tam hissəsini çıxacağım. Onsuz da mən görürəm ki burada bunun tam hissəsi 0,6'dır. Bəs tutaq ki mənfi 5,6'nın kəsr hissəsi nəyə bərabər olacaq? Ədədin özü, yəni mənfi 5,6 çıxırsın onun tam hissəsi. Bayaq dedik ki mənfi 5,6'nın tam hissəsi mənfi 6'dır. Onda olur mənfi 5,6 2 mənfi yan yana gəlir olur üstə gəl 6. O da eləyir. Böyükdən kiçik çıxıb böyüyün işarəsini yazırıq. O da olur 0,4. Daha sonra indi biraz daha
fərqli ifadələrin kəsir hissəsini tapaq. Tutaq ki, kök altında 18, yəni fərqi yoxdur, 19. Kəsir hissəsini tapın deyir. Birinci getdik, ədədin özü çıxılsın tam hissəsi. Kök altında 19-a ən yaxın kvadratik ədəd 16-dır. Yəni özündən böyük olmayan ən yaxın kvadratik ədəd. 16-dan çıxır 4. 19-dan da çıxır 4 tam neçəsə. 4 tam neçəsənin tam hissəsi 4-dür. Всё. Artıq bizim kəsir hissəmiz olur. Kök 19 çıxılsın 4. Və ya tutaq ki, kök altında 25 çıxılsın 3. Mən deyir, bunun tam kəsir hissəsini tapın. Ədədin özü budur. Kök 25 çıxır. Çıxılsın tam hissəsi. Kök altında 25-dən təqribən kök 25 yazmışım. Kökdən çıxmayan ədəd yazaq. 26. 26-ya ən yaxın kvadratik ədəd elə 25-in özüdür. 25-dən 5 çıxır, 26-dan da 5 tam nə qədər çıxır? 5 tam nə qədərdən? 5 tam tutaq ki, onda 1. 5 tam onda 1-dən 3 çıxırsa nə edir? 2 tam onda 1. 2 tam onda 1-in kəsir tam hissəsi isə 2-yə bərabərdir. Yəni bu ədədin özü, bu da onun tam hissəsi. Ədədin özünün tam hissəsini çıxanda olur kök altında 26 mənfi 3 çıxılsın 2, o da olur mənfi 5. Daha sonra deyir, ədədin əksi ilə tərsinin cəmi, ədədin əksi ilə tərsinin cəmi bərabərdir. Bir dənə mən əvvəlcə daha doğrusu cümləni belə qurum. Deyir, A ədədinin əksi ilə tərsinin cəmi aşağıdakilərdən hansıdır? A ədədinin əksi ilə tərsinin cəmi. Yazı, A ədədinin əksi mənfi A-dır, tərsi 1/A-dır. Bunları cəmləyəndə mən bilirəm ki, A-nın məxrəci 1-dir. 1 ilə A-nın ortaq məxrəci ilə A-nın özüdür. Vura, vura. Olur A-da mənfi A-nın kvadratı üstə gəl 1. Və ya yerin dəyişiyi vermiş olsalar, 1 çıxılsın A-nın kvadratı bölünsün A. Tutaq ki, deyir, mənfi 2-nin əksi ilə tərsinin cəmini tapın. 2-nin əksi mənfi 2, tərsi isə 2-də 1. Mənfi 2-nin üstünə 2-də 1 gələndə, mənfi 2 üstə gəlsin. Siz bunu onluq kəsir kimi yazın. 10-da 5, yəni 0,5. Mənfi 2-nin üstünə 0,5 gələndə edir. Mənfi 1,5. Daha sonra ədədin standart şəkli. Ədədi standart şəklə gətirmək üçün uşaqlar bizim konkret qaydamız var. A vurulsun, onun üstündə n. Buna deyirik ədədin standart şəkli. A-ya deyirik qiymətli hissə. N-ə deyirik tərtib. Biz bilməliyik ki, uşaqlar, qiymətli hissə 10 ilə 1-in arasında yerləşməlidir. Yəni 1-i ala bilər, amma onu ala bilməz. Tutaq ki, mənə deyir ki, deyir ki, 6 vurulsun 10 üstü mənfi 3, A bərabərdir. B bərabərdir 8 vurulsun 10 üstü, tutaq ki, 7. Bu A vur B hasilinin, bu hər ikisi də standart şəkildə verilmiş ədədlərdir. A vur B hasilinin tərtibini tapın. Bərabərdir. Yəni, məndən son nəticə qüvvəti istəyir. 6 vurulsun 10 üstü mənfi 3, vurulsun 8, vurulsun 10 üstü 7. Əvvəlcə 6-nı 8-ə vuracağım, yazacağım 48. Mənfi 10 üstü mənfi 3-ü də 10 üstü 7-yə vuranda əsaslar eynidirsə, vurarkən üstlər toplanır. Mənfi 3-ün üstünə 7 gəlirəm, olur 10-un üstündə 4. Axı, mən baxıram ki, bu standart şəkildə deyil. Çünki demişdik ki, qiymətli hissə 1 və 10-un arasında yerləşməlidir. Onda 48-i 1 və 10-un aralığına salmaq üçün yazırıq 4,8 vurulsun 10 kimi. Vurulsun 10 üstü 4.
O da bərabərdir. 4,8 yəni bir 10'un alıram bundan. Qoyuram artıq bu 10'un üstünə. Bundan bir 10 alıram, bunun üstünə qoyuram. Yazıram 10 üstü 5. Deməli bizim hasilimizin tərtibi bərabər olur 5'ə. Daha sonra tutaq ki deyir ki müsbət ədədi göstərin. 1,3 çıxılsın kök altında 2. 5 kök altında 2 çıxılsın 4 kök altında 3. 1,8 çıxılsın kök altında 3. 2,5 çıxılsın kök altında 6. 1,6 çıxılsın kök altında 2. Tekrarlayıram. İfadenin mənfi və ya müsbət olduğunu bilmək üçün kökdən çıxarmırsınız. Kökün altına salırsınız. 1/3'ü kökün altına salanda 13'ün kvadratı 169'dur. 1/3'ün kvadratı 1,69'dur. 1,69 2'dən kiçik ədəd olduğundan bunları bir-birindən çıxa bilmərəm. Amma çıxıramsa da mənfidir. 5 kök altında 2. 5'i salırsan kökün altına olur 25. 25'i de kökün altındaki 2'ye vurursan olur 50. Çıxılsın kök altında. 4'ü salanda kökün altına olur 16. 16'ın 3'e vurursan olur 48. Aha bu müsbətdir. Sonra məndən səhv eləmirəmsə mənfi ədəd istəyirmiş. Ha, mənfi elə bu mənfidir. Digərlərinə amma yenə də baxaq. 18'in kvadratı 324'tür. 1,8'in kvadratı 3,24 olur. 3,24'den 3 çıxanda cavab mənfi, müsbət eləyir. 25'in kvadratı 625'dir. 2,5'in kvadratı 6,25 olur. Çıxanda yenə də cavabı müsbət alırıq. 16'nın kvadratı 256. 1,6'nın kvadratı 2,56'dan. Yenə də 2 çıxanda cavab müsbət eləyir. Mənfimiz isə budur. Yəni A variantı. Daha sonra A'nın kvadratı B'nin kubu kiçikdir 0. B vur C böyüktür 0. C üstü 6, A'nın üstü 5 kiçikdir 0. A, B, C'nin işarəsini təyin edin. Mən bilirəm ki A'nın işarəsi nə olur olsun. Əgər cüt qüvvətdirsə müsbətdir. A müsbətdirsə hasilin mənfi olması üçün B'nin kubu mənfi olmalıdır. Onda A'nın da alırıq ki B mənfidir. B mənfidirsə onda C də mənfi olmalıdır ki mənfini mənfiyə vuranda 0'dan böyük bir ədəd alım. Yəni müsbət ədəd alım. Aldıq ki C də mənfidir. C mənfi olsa da olmasa da üstündə cüt qüvvət varsa müsbət olur. Müsbət C üstü 6 müsbətdirsə onda A üstü 5 mənfi olmalıdır ki hasil mənfi olsun. A üstü 5 mənfidirsə onda A da mənfidir. Belə başa düşdük ki hər biri mənfidir. Daha sonra deyir ki burada yerimiz var. Mod x kiçikdir modulda x və modulda xy kiçik bərabərdir 0. Modulda y çıxılsın x çıxılsın. Modulda x çıxılsın 1 ifadəsini sadələşdirin. Getdik. Uşaqlar, əgər bir ifadənin özü modulundan kiçikdirsə, yəni bir ədəd özündən tutaq ki, müsbət bir ədəd götürək. Müsbət bir ədəd 3-3-dən kiçik deyil ki. Bir ədədin özü modulundan kiçikdirsə, onda belə başa düşürəm ki, bu ədəd mənfidir. Çünki mənfi ədədin özü modulundan kiçik ola bilər. Necə? Yəni mənfi 3 özü modulundan kiçikdir. Çünki burada müsbət 3'dür. Belə başa düşdüm ki, x mənfidir. Gəldik bu ifadəyə. Modullu ifadə 0'dan kiçik. Burada 2 dənə şərt var. Biri var 0'dan kiçik, biri var 0'a bərabər. 2 şərt, axı qeyri-ciddi bərabərsizlik 2 şərt deməkdir. Biri kiçikdir, biri bərabərdir deməkdir. Modullu ifadə 0'dan kiçik ola bilməz. Ancaq 0'a bərabər ola bilər.
Hasilin yəni x vurulsun y hasilinin də sıfıra bərabər olması üçün x-in onsuz da müsbət bir ədəd mənfi bir ədəd olduğunu almışdıq. Onda belə başa düşürük ki, y sıfırdır. Cibdə y sıfırdır. X isə mənfi bir ədəddir. Gəldik bura. Modulda y çıxılsın x. Y sıfırdırsa, sıfır hər bir mənfi ədəddən böyüdür. Yəni sıfırdan hər hansı bir mənfi ədədi çıxanda cavabı müsbət alacaqsınız. Onda belə başa düşürəm ki, modulun içərisi müsbətdir. Modulun içərisi müsbətdirsə, olduğu kimi açırıq. Çıxılsın. Gəldik bu ifadəyə. X çıxılsın 1. X mənfi bir ədəd idi də, tutaq ki, mənfi 1 idi. Mənfi 1-dən 1 çıxan eləyir mənfi 2. Belə başa düşdüm ki, modulun içərisi mənfidir. Modulun içərisi mənfidirsə, böyükdən kiçik çıxaraq açırıq. Mən mötərizə yazıram, modul yazmıram. Çünki qabaqda çıxma var ona görə. 1 çıxılsın x. İndi mötərizəni siləcəm. Sadəcə nəyi nəzərə almağınızı istəyəcəm. Qabaqdakı bu çıxma, içəridəki çıxmanın üstə gəlmə eləyəcək. Все. Bərabərdir. Mənfi x ilə müsbət x islah gedir. Qalır y çıxılsın 1. Son nəticə cavabımız. Daha sonra ədəd oxunur. Deyir ki, A 2x çıxılsın 3 və B 3x üstə gəlinsin 6. Nöqtələri arasındakı məsafə 6 vahiddir. Aha. Bir daha təkrar. A 2x çıxılsın 3. Bu mötərizənin içindəki A-nın koordinatı deməkdir. B 3x üstə gəlsin 6. B-nin koordinatıdır. Bu iki nöqtə arasındakı məsafə 6 vahiddir. X-i tapın. Və ya B nöqtəsinin koordinatını tapın və ya A nöqtəsinin koordinatını tapın. Getdik. Uşaqlar, iki nöqtə arasındakı məsafəni tapmaq üçün biz sağda durandan solda duranı çıxmalıyıq. Yəni böyük ədəddən kiçik ədədi çıxmalıyıq. Sadəcə burada baxırıq ki, axı mənə qeyd eləməyib ki, burada B-mi sağdadır, A-mı sağdadır. Bunu qeyd eləməyib. İki variantın ikisinə də baxacağıq. Getdik. Birinci, əgər ədəd oxunda B A-dan sağdadırsa, yəni B A-dan böyükdürsə, onda sağda durandan solda duranı çıxıram. 3x üstə gəl 6-dan 2x çıxılsın 3-ü çıxıb 6-ya bərabər eləyirəm aralarındakı məsafəyə. 3x üstə gəl 6 çıx 2x. Bu mənfini eləyir üstə gəl 3 bərabərdir 6. Buradan alıram 3x-dən 2x çıxanda olur x. 6-nın üstünə 3 gəlirəm 9. Bu tərəfdə də 6 var. Bu 9-da bu tərəf atanda olur çıxma. X bərabər olur mənfi 3-ə. Bu x-in bir qiyməti. X-in bir dənə də qiyməti var. O hansıdır? Əgər A B-dən sağda yerləşərsə, A B-dən sağda yerləşərsə, yəni A B-dən böyüdürsə, bu səfər məsafəni tapmaq üçün A-dan B-ni çıxacam. Yəni 2x çıxılsın 3-dən, 3x üstə gəlinsin 6-nın çıxacam. Bərabər eləyəcəm məsafəyə. 2x çıxılsın 3, çıxılsın 3x. Qarşıdakı çıxma içəridəki toplamaya təsir edir, olur çıx 6. Bərabərdir 6. 3x-dən 2x çıxıram olur mənfi x. Bərabərdir 6. Mənfi 3-dən 9 mənfi 3-dən 6 çıxıram mənfi 9. Mənfi 9-u atıram sağa olur müsbət 9. Mənfi x bərabərdir müsbət 15. Onda hər tərəfi mənfi 1-ə bölsəm oluram. X bərabərdir mənfi 15. Tutaq ki, məndən x-in mümkün qiymətlərinin cəmini istəyirdisə, bir dəfə mənfi 3 aldı, bir dəfə mənfi 15 aldı. Bunları toplayıram, alıram. Mənfi 18. Daha sonra deyir ki, A bərabərdir 3'ten 3 üstü 4 vurulsun 10 üstü 3. Qiymətli hissəsi ilə tərtibinin cəmini tapın. Bərabər. 3
3 üzü 4 81'dir. 81 vurulsun 10 üstü 3 bərabərdir. Axı mən bilirəm bu standart şəkildə deyil. Bu 1 ilə onun arasında yerləşməli idi. Onda mən 81-dən bir dənə 10-luq götürürəm. Həmin 10-u gətirib qoyuram 10 üstü 3-ün üstünə olur 10 üstü 4. Artıq qiymətli hissəm olur. 8 onda 1, tərtibim olur 4. O deyir 12 tam onda 1. Cəmlərini istəyirdi məndən. Hələ edik uşaqlar. Bugünlük bu qədər kifayətdir.